Bu gün sizinlə Qazot Superin necə yığdım videosuna gələcəyik. İnşallah bir öncəki videoda rızıcı qaydaları göstərmişdim. İndi isə Qazot Superin necə yığdım göstərəcəyik. İlk öncə Qazot Superin aldığım yerdən bir baxaq. İnşallah burada modern maşınlar var. Mən modernlərdən girdim və ilk olaraq Qazot Super belə idi. Gördüyünüz kimi. İşıqlarını sonradan dəyişdirmişəm. Gəlin bir başlayaq. Xahiş edirəm, like və abunə olun. Birinci burada boyaya girdim. Və buradan boyanın rəngini dəyişdirə bilirəm. Şüşələrin də rəngini belə hissəsiz dəyişdirə bilərsiniz. Bax, belə hissəsiz dəyişə bilərsiniz. Amma mən dəyişdirməyəcəm ki. Və sonra nömrə nişanı. Nömrə nişanı olacaq ki, nömrənin tipini seçirəm. Burada istədiyiniz nömrəni belə qoya bilərsiniz. Gördüyünüz kimi. Mən belə qoydum. Hissəsini belə də qoya bilərəm, amma çox pisdir. Və burada nömrəni yazırsınız. Və burada Azərbaycan, üzrlü sayın, burada Azərbaycan olduğunu, Rusiya olduğunu yaza bilərsiniz. Keçək xüsusiyyətə. Xüsusiyyətə ki, maşının buradakı mühərrikin, edisinin çəkisinin, sürət kutusunun özüm artırmışam. Xüsusiyyət detalları. Deflektör. Deflektör maşının necə deyim, arxasına qoyulan belə şeydir. Damındakı üstünə belə şeylər çoxlu qoya bilirsiniz. Siz mən əlimki qoymuram. Ətəkdəki maşının arxa tərəfində maşının bir buralarını qoyula bilirsiniz şeydir. Ön qanad. Gördüyünüz kimi ön qanad belədir uşaqlar. Təkərin qabaq təkərin üstündəki olan şey. Amma mən qoymuram. Arxadan qanaddakı ön qanaddakı olan eyni şeydir. Ön bomber. Ön bomber olaraq əvvəllər mən belə qoymuşdum, amma sonra bilməmişdim. Ona görə ki, sonra belə qoydum. Arxa bomber. Arxa bomberdəki elə həmin kimi. Baxın. Görürsünüz uşaqlar. Burada çox pis, az pis olaraq. Gördüyünüz kimi. Sürücünün qabaq tərəfi, qapı kartındakı uşaqlar, maşının içə diqqət edin, baxın. Görürsünüz, oraya dəyişdirə bilirəm. Sərnişin qapı kartındakı belə bir dəyişdirə bilirəm. Baxın. Belə baxın, görürsünüz uşaqlar. Sonra uşaqlar, Allah. Ayda. Oh my god. Uşaqlar, biraz səhv eləmişdim. Arxa qapısı da bilirsiniz. Egzozdakı uşaqlar maşının arxa qulşedirdir. Baxın, gördüyünüz kimi istədiyiniz egzozu qoya bilərsiniz. Amma mən bunu qoyuram. Ön paneldəki bilmirəm, ön panel patpresi deyir. Barmaqlıqdakı belə qabağında bu şeydir. Görürsünüz. Sol ön faradakı dəyişdirmək olmur. Sağ ön farada dəyişmək olur. Kapotu dəyişmək olur. Baxın, əvvəl kapot belə idi. İndi isə mən belə qoydum. Yan güzgü. Yan güzlüyü əvvəl belə qoymuşdum, indi belə qoyuram. Üzlük çəki dəyişdirmək olmur. Ön oturacağı silmək olur. Görürsünüz. Arxa oturacaqları da silmək olur. Spreylərdəki uşaqlar. Maşının qabaq şeyindəkidir. Görürsünüz uşaqlar. Spoiler'dəki maşının arxa tərəfindəki şeylərdir. Görürsünüz. Görürsünüz uşaqlar. Sükan təkər. Bu rol deyir uşaqlar. Əvvəllər rolun belə dandik idi. İndi belə qəşəng olub. Sol arxa fənər. Uşaqlar deyir. Əvvəlki faraların belə idi. İndi amma belədir. Görürsünüz. Ön panel. Ön paneldəki ön panel nədir sonra? Ön panel deyim uşaqlar, bardaçuka baxın, orada diqqət edin. Bardaçuka baxın, bardaçuka baxın. Görürsünüz. Görürsünüz uşaqlar. Uşaqlar bu qədərdir. Sağ olun, salamat qalın, hörmətli uşaqlar.
Təsdiqlə. Yox, istəməz. Sağ olun uşaqlar, hörmətlə qalın. Xahiş edirəm like və abunə olun. Sağ olun, salamat qalın.